132-134 nömrəli təhsil kompleksində autizmli uşaqların təhsilinə dəstək məqsədi ilə xeyriyyə tədbiri keçirildi. Tədbirdə rəsmi nümayəndələr, məktəbin müəllim və şagird heyəti, digər qonaqlar iştirak etdilər. Məktəbin müəllimləri, valideynləri və şagirdlərinin təşəbbüsü əsasında baş tutan xeyriyyə tədbirində çıxış edənlər bildirdilər ki, xeyriyyə yarmarkasından əldə olunacaq iyanə Birgə və Sağlam İctimai Birliyinin Autizm Mərkəzinə veriləcək. İyanənin autizmli uşaqların təhsil ehtiyaclarına sərf olunması nəzərdə tutulub. Yarmarkada şagirdlərin əl işlərindən ibarət Novruz kompozisiyaları, müxtəlif əşyalar, o cümlədən rəsmlər satış məqsədi ilə nümayiş olunur. Qeyd olundu ki, elə sözü gedən məktəbdə Hacı Zeynalabdin Tağıyev tərəfindən qızların təhsilə cəlb edilməsi üçün xeyriyyə məqsədi ilə tikilən binadır. Həm birliyin sədri kimi, həm də 21 yaşlı autizmli övlada sahib ana kimi buna çox şadam. Cənab Prezidentimizin sərəncamı ilə Azərbaycan 2030 milli prioritetlərdən biri də məsələ inklüziv cəmiyyətin formalaşmasının dəyərini anladır və düşünürəm ki, bugünkü xeyriyyə yarmarkası, hansı ki Birgə və Sağlam İctimai Birliyinin nəzdində fəaliyyət göstərən autizm mərkəzindəki autizmli uşaqların təhsil dəstəyinə veriləcək yığılan məbləğ və vacibdir və burada iştirak edən, əməyi keçən məktəb rəhbərliyi, şagirdlər, müəllimlər və valideynlərin hər birinə minnətdarlığımı bildirmək istəyirəm. Burada həmçinin bizim öz əl işlərimiz də var, həmçinin ləzzətli yeməklər və ən əsası xeyirxahlıq var burada. Şən əhval ruhiyyə ilə bərabər burada əyləncəli oyunlar, mahnılar, rəqslər səsləndiriləcək. Biz çox həvəs hazırlaşdırdıq bu tədbirə və ümid edirik ki, biraz da olsa bu ehtiyacı olan insanlara sevinç bəxş edə bildik. Bizim üçün fəxrdir ki, biz məktəbimizi təmsil edə bilirik belə tədbirlərdə. Mən bu yarmarkada iştirak etməkdən qürurlanıram. Çünki autizmli uşaqlara kömək etmək, əl tutmaq məni çox sevindirir, çox qürurlandırır. Yəni onlara canı ürəkdən kömək etmək sevindirir adamı. Bu xeyriyyə işində mənim iştirak etmək mənim üçün çox böyük bir qürurdur. Bu qürurun səbəbi odur ki, autizm uşaqlarına istər-istəməz yardımım toxunacaq və bu yardımda iştirak etmək mənim üçün ən böyük qürurdur. Tədbir əyləncə, musiqi proqramları ilə davam etdi.